Selam uşaqlar. Biz bugün sizinlə dərsliyimizin 62, 66, 72 və 73-cü səhifələrini yerinə yetirəcəyik. İlk öncə Azərbaycan dili fənni ilə başlayaq. Birinci sual. Hansı biri yanlış uyğunlaşdırılmışdır? Obrazlar. Obraz insanlardan söhbət gedir. Yəni nağıldakı obrazlar. Əgər həqiqi anlamda olan bir nağıldısa, yəni rəvayət, təmsil deyilsə, obrazlarımız insan olur. Düzdür. Baş qəhrəman. Deyək ki, şeir ana və uşaq şeiridir. Orada baş qəhrəmanlar ana və uşaq ola bilər. Məkan. Deyək ki, mətndə olan hadisələr evdə baş verir. Onda məkan da elə ev ola bilər. Amma məzmun dolab ola bilməz. Məzmun nədir uşaqlar? Mətnin qısa məzmunu. Yəni burada artıq yazı verilsəydi bir vərəqdə, deyərdik ki, məsələn bir vərəqdə yazı verilsəydi, deyərdik ki, hə bu uyğundur. Yəni bu mətnin qısa məzmunudur. Ona görə də qırmızı uyğun deyil. C bəndini götürdük. Tərkibindəki saitlərin növünə əsasən ardıcıllığa hansı söz uyğundur? Birinci sözə baxaq. Soyuq. O, u. Deyə bilərik ki, onunla u dodaqlanandır. Onda davamı dodaqlanan gəlsin. Amma davamında onunla a gəlib. A dodaqlanmır axı. Deməli, bunları birləşdirən dodaqlanan ya da dodaqlanmayan yox, qalın və incəsinə görə gedəcək. Və buradakı saitlərin hamısı qalındır. Qalın saitlərimiz hansıdır uşaqlar? A, I, O, U. Deməli, bizə bu saitli sözlər lazımdır. Və bu saitli sözlər hansı bənddədir? B bəndində budaq. Kəlbətində incələr var, etibarda incələr var, güzgüdə incələr var. Ona görə düzgün cavabı götürürük. B bəndi. Cümlədə sadalanan sözlər arasında hansı durğu işarəsi qoyulur? Bu qaydanı keçmişik. Cümlədə sadalanan sözlər arasında qoyulan durğu işarəsinə vergül deyilir. Sadalanan bilsiz nədir uşaqlar? Yəni bir-bir adlarını çəkirik. Məsəl üçün, anam bazardan alma, armud, heyva, nar aldı. Burada bu dediyimiz sözlər var, sadalanan sözlər. Onların arasında hansı işarə qoyulmalıdır? Əlbəttə ki, vergül. Dəvə quşu dünyada ən iri quşdur cümləsində əlamət bildirən söz hansıdır? Uşaqlar, əlamət bildirən söz sifətdir. Bunu artıq bilirik. Və sualı necə, nə cür, hansı olmalıdır? İndi bəndlərə baxın, görün, hansı söz necə sualına cavab verir? B bəndi iri. İri quşdur. Necə quşdur? İri quşdur. Dəvə quşu nə sualına cavab verir? Ən heç bir suala cavab vermir. Köməkçi sözdür. Quş da nə sualına cavab verir? 5-ci sual. Hiss, həyəcan bildirən sözlər hansılardır? Hiss, həyəcan bildirən sözlərə nə deyirik uşaqlar? Nida. Deməli, bizə nida lazımdır və nidalar işlənən cümlə olur nida cümləsi. İndi hansı bənddə nida verilib? B bəndi. Paho, vay. 6-cı sual. Hansı sözlərin yazılışı düzgündür? Burada elə bax birincidə, bunu biraz böyüdək, sonra balacaladırıq. Odunlar yox, odunlar olmalıdır. Burada yanlışlıq var. Vagonlar, qoyunlar, atlar, qoyunlar yox, qoyunlar. Oyunlar yox, oyunlar, vagonlar yox, vagonlar. İndi bizdən nə istəyir? Düzgün yazılış. Uşaqlar, düzgün yazılış hardadır? B bəndində. Vagonlar, qoyunlar. 7-ci sual. Əks mənalı əlamət bildirən sözlər sırasına aid deyil. Deməli, 2 dənə məqam verib. Birinci məqam əks mənalı. Antonim olmalıdır. İkinci məqam əlamət. Sifət olmalıdır. Deməli, necə, nə cür, hansı sualına cavab verməlidir? Və bir-birinə zidd olan sözlər olmalıdır. Təzə, köhnə. Hə, bu sıraya aid deyil deyir. Aha, üçü, deməli, üçü bu tipdədir. Amma biri o tipdə deyil. Aid deyil istəyir. Təzə, köhnə aiddir. Necə, təzə, necə, köhnə və əks mənalı sözdür. Gözəl, çirkin aiddir.
sifətdir, yəni əlamət bildirir və əks mənalıdır. Uca, alçaq aiddir. Amma böyük, iri aid deyil. Çünki böyük, iri sifətdir, əlamət bildirir. Necə sualına cavab verir? Amma sinonimdir, yaxın mənalı sözdür. Əks mənalı söz deyil. Şeirin neçənci misrasında dodaqlanan sahitlərin sayı daha çoxdur. Gəlin şeirimizi böyüdək, rahat görək. Deməli, nə istədi bizdən uşaqlar? Şeirin neçənci misrasında dodaqlanan sahitlər. Dodaqlanan sahitləri istəyir bizdən. O, Ö, U, Ü. Bunları istəyir. Günəşə, Ü, bax, günəşə, Ü. Burada 2 dənədir. Bizə baxmaqdan doymur. O, U. Burada 2 dənədir. Səhər düşür üstümə. Ü, 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 Ü. Burada 4 dənədir. Məni yatmağa qoymur. O, U. Burada 2 dənədir. Şeirin neçənci misrasında dodaqlanan sahitlərin sayı daha çoxdur. Hansında çox oldu uşaqlar? 4 yazılan 3-cü misrada. 3-cü misrada C bəndində verilmişdir. Hansı bənddə murad sözü böyük hərflə yazılmalıdır? Deməli, murad nə deməkdir? Arzu, istək deməkdir. Məsəl üçün, mənim muradım, birinə məsəl üçün arzu edirik də, görüm səni muradıva çatasan, yəni arzuva, istəyivə çatasan. Burada bu balaca yazılacaq. Çünki arzu istəkdən söhbət gedir. Amma desəm ki, məsəl üçün, murad bugün bizə gəlmişdi. Burada adamdan söhbət gedir axı. Onda böyük hərflə yazılacaq. İndi sualda nə deyir? Hansı bənddə murad böyük hərflə yazılmalıdır? Yəni adam adı olmalıdır. Bizdən adam adını istəyir. Hansı bəndədir? At muraddır, deyil. Hamı muradına çatsın, arzusuna çatsın, deyil. Dostum Murad əlaçıdır. Dostum Murad əlaçıdır. Allah muradına nəsib etsin. Yəni istədiyinə, arzu elədiyinə nəsib etsin. Bu da deyil. Hansı bənddə oldu? C bəndində. Azərbaycan dilinin sonuncu sualı. Say bildirən sözlər. Say bildirən sözlər. Əşyanın sırasını və sayını bildirir və sıra sayıları. Sayılar 2-yə ayrılır da bilirik. Miqdar sayıları, sıra sayıları. Və sıra sayıları ıncı, inci, uncu, üncü şəkilçisi ilə düzəlir. Incı, inci, uncu, üncü şəkilçisi leksik şəkilçidir. 4 cür yazılır. İndi bunu uyğunlaşdırmalıyıq. 80 inci, 40 incı, 4 üncü. 80-ci, 40-cı, 4-cü. Ahər qanununa görə uyğunlaşdırdıq. Deməli, 1 C oldu, 2 B oldu, 3 də A. Harada verilib? C bəndində. Riyaziyyat. Misalları həll edirik və aşağıda cavabları bir-bir tapırıq. Videonu indi saxlayırsınız. Bir zəhmət. Misalları özünüz yerinə yetirirsiniz. Sonra mənimlə bərabər yoxlayırsınız. On ikinin üstünə 30. Eləyir neçə? 42. 42-dən 5 çıxırıq. 37. 20-nin üstünə 30. 50. 50-nin üstünə 4. 54. 29-un üstünə 8. 37. 28-dən 24 çıxırıq. 4. 4-ün üstünə 6 gəlirik. 10. 70-in üstünə 2. 72. 72-nin üstünə 11. 83. 16-nın üstünə 4. 20. 95-dən 60 çıxırıq. 35. 35-in üstünə 8. 43. 53-dən 24 çıxırıq. 29. 29-un üstünə 4. 33. 22-dən 10 çıxırıq. 12. 78-dən 45 çıxırıq. 33. 33-dən 6 çıxırıq. 27. 32-dən 4 çıxırıq. 28. 28-in üstünə 21. 49. 28-dən 13 çıxırıq. 15. 39-un üstünə 14. Eləyir 53. 53-dən də 21 çıxırıq. 32.
8-in üstünə 29, 37. 37-dən 28 çıxırıq, 9. 17-in üstünə 53, 70. 46-nın üstünə 37, 83. 83-ün üstünə 4, 87. 84-ün üstünə 4, 88. Üstünə də 1, 89. 12-nin üstünə 3, 15. 28, o da 20. 48. 48-in üstünə 2, 50. 32-nin üstünə 22, 54. 54-dən 37 çıxırıq, eləyir 17. 61 çıx 6, 55. 17-nin üstünə 12, 29. 29-un üstünə 45 gəlirik, 74. 87-nin üstünə 5 gəlirik, 92. 92-dən də tezdən 5 çıxırıq, 87. İndi bunu balacaladaq və tapdığımız cavabları aşağıda bir-bir qaralayaq. Deməli, 37, 20, deməli 37 var, 20 var, 12, 15, 15, 12, 70, 15, deməli 15 burada, 70 burada, 15, deməli 55, 55 harada tapırıq? Burada. Bu qaydada bir-bir hamısını qaralayırıq. Davam edək. Həyat bilgisi və birinci sual. Sağlam olmaq üçün hansı vərdişimiz olmamalıdır? Yəni, sağlam olmaq istəyiriksə, bunu etməməliyik. Meyvə və tərəvəz qəbul etməliyik. Gecə gec yatmalıyıq. Səhər idman etməliyik. Yuxudan vaxtında oyanmalıyıq. Hansı bizə ziyandır uşaqlar? Gecə gec saatlarda yatmaq. Respublika günü nə vaxt qeyd olunur? Respublika günü 28 may tarixində qeyd olunur. Təbii material seçin. Təbii material. Qızıl. Kağızı insan düzəldir, plastiki insan düzəldir, şüşəni sonradan insan düzəldir, amma qızıl bizə hazır şəkildə gəlir. Bir dənə qalır, onu axtarıb tapmaq. İntizamlı şagird necə olmalıdır? Paltarların üstünü yazmalıdır, yerə zibil atmalıdır, məktəbli formasını təmiz saxlamalıdır, dərsi pozmalıdır. Əgər intizamlıdırsa, bunların heç birini eləyə bilməz. Ona görə düzgün cavab nədir? C bəndi. Bunlardan hansı sağlam olmağın şərtlərindən hesab edilmir? Edilmir. Yəni, sağlam olmağa aid deyil, uşaqlar. Bunlardan hansı sağlam olmağa aid deyil? Şəxsi gigiyenanı gözləmək aiddir. Düzgün qidalanmaq və düzgün yuxu aiddir. Kompüterdə uzun müddət işləmək aid deyil. İdmanla məşğul olmaq aiddir. İndi hansı aid olmadı? C bəndi. Kompüterdə, telefonda bunlardan lazımi qədər istifadə eləmək lazımdır. Hər şeyin artığı insana ziyandır. Yadda saxlayın. Hər şeyin artığı insana ziyandır. Elektrikli keçirən əşyanı seçin. Həyat bilgisində keçmişdik, yerində xatırladaq. Bu bizə belə lori dildə başa salsan tok keçirdən deyir. Tok nədir? Elektrik, cərəyan. Məsəl üçün bir cərəyandır. Biz ona nə ilə toxunsaq o toku bizə keçirtməz. Cərəyanı bizə keçirtməz. Taxta cərəyan keçirtmir. Plastik cərəyan keçirtmir. Dəsmal cərəyan keçirtmir. Amma dəmir, qaşıq, dəmir. Yəni dəmir nə olursa olsun. Dəmirdirsə dəmir cərəyanı keçirdir. 7-ci sualdan davam edək. Bunlardan hansı texnologik qəzalar baş verdikdə ətraf mühitə yayılan zəhərli maddələrdən qorunma vasitəsi deyil? Deməli, uşaqlar, texnologik qəza var idi təbii fəlakətlər, bir də texnologik qəzalar. Texnologik qəzalar insan səhət ucbatından baş verən qəzalar idi. Yəni, xatırladaq. Deyir ki, qəza baş verəndə aşağıdakilərdən biri qorunma vasitəsi kimi qəbul edilmir. Məsəl üçün, qoruyucu maskadan istifadə etməliyik, əleyh qazdan istifadə etməliyik, respiratordan istifadə etməliyik. Bunlardan mütləq şəkildə istifadə olunur. Amma isti geyimin, nazik geyimin qoruma bir tərəfi yoxdur. Ona görə götürürük isti geyim. Gildən hazırlanan əşyalar nə adlanır?
saxsı qab əşyalar, keramik əşyalar, plastik əşyalar və elastik əşyalar. Gil nə idi uşaqlar? Yadımıza salaq. Gil nə idi? Palçıq. Düzdür? Gildən hazırlanan əşyalar necə əşyalar sayılacaq? Plastik deyil. Elastik deyil. Saxsı və keramik. Gil əgər pişirilirsə və sonradan ona lak vurulub rənglənirsə, olur nə? Keramik əşyalar. Doqquzuncu. Dərs ilinin başlandığı və sona çatdığı ay hansıdır? Artıq iyul ayıdır, birazdan avqust ayıdır və sonra sentyabr gəlir. Sentyabrda dərs başlayır və iyun ayında da bitir. Deməli, sentyabrda başlayır, iyunda bitir. Hansı ay variantdadır? C variantındadır. Bəli. Ata, ana və uşaqlardan ibarət topluluq nə adlanır? Ana, ata və uşaqlardan ibarət topluluq nə adlanır? Dövlət, dost, qonşu, ailə. Bu sadaladıqlarımız harada olur uşaqlar? Ailədə. Və bəndini götürdük. Məntiqlə davam edirik. 3 oldu 6, 6 oldu 4, 4 oldu 7, 7 oldu 5, 5 neçə olacaq? 3 oldu 6. Üstə gəl 3. 6 oldu 4. Çıx 2. 4 oldu 7. Üstə gəl 3. 7 oldu 5. Çıx 2. İndi üstə 3, çıx 2. Üstə 3, çıx 2. Üstə 3. 5'in üstünə 3 neyini uşaqlar? 8. Növbəti söz hansıdır? Nigar, arxa, xalça, çadıra nə olacaq? Bax. Arla qutarır, arla başlayır. Xanla qutarır, xanla başlayır. Çanla qutarır, çanla başlayır. İndi ranla qutarırsa, deməli ranla başlamalıdır. Ranla başlayan nə var? Radio. Üçüncü sual. 1, 2, 4, 7 olub. 2, 2, 4, 8 olub. 3, 2, 4, 9 olub. 5, 2, 0 neçə olacaq? Sizcə burada hansı məntiq var uşaqlar? Verilən rəqəmləri toplasaq, qarşısındakı ədəd alınır. 1'in üstünə 2, 3, 3'ün üstünə 4, 7. 2'nin üstünə 2, 4, 4'ün üstünə 4, 8. 3'ün üstünə 2, 5, 5'in üstünə 4, 9. Düz gəldi, deməli düz fikirləşmişik. 5'in üstünə 2, 7, 7'nin üstünə 0, eləyir 7. De bəndini götürdük. Dördüncü suala davam edək. Şəkildə neçə düzbucaqlı var? Olimpiyadaya gedən uşaqların yəqin ki yadına gələr, orada da belə bir sual verilmişdi. İndi baxan kimi deyəcəksiniz ki, burada 3 tane düzbucaqlı var. Xeyr, burada 3 tane düzbucaqlı yoxdur uşaqlar. Baxın, hərəsini bir rəngdə eləyəcəm. Bu bir düzbucaqlı. Bu bir. Bu 2. Bu 3. Bu 4. Bir dəqiqə. Burada özündə də var 5. Deməli, burada uşaqlar neçə dənə düzbucaqlı var? Burada düz 5 dənə düzbucaqlı var. 5-ci sual. 8 ulduz 4 olub və çıxmadı. 8-dən neçə çıxsam 4 qalar? 4. Deməli, ulduz oldu 4. Neçədən 3 çıxsam biz 6 qalar? 9'dan. Deməli, ay da oldu 9. İndi 9 çıx 4 neçə eləyir? 5. O da var B bəndində. Bu, deməli, 6 rəqəmi yazılmayıb. Ola bilər çap səhvidir. 6-cı sualdan davam edirik. Bu 6-cı sual uşaqlar. Çatışmayan hərfi tapın. Çox asan sualdır. Sizcə burada hansı hərf yoxdur? N, K, D, yox. Burada hansı hərf yoxdur? A. A'da olan M hərfi nə alınır? Badımcan. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? 3 oldu 21, 6 oldu 42, 4 oldu 28, 5 neçə olacaq? 3 artıb. Az artsaydı, deyərdik ki, biz bunu toplayaq. Amma çox artıb.
Çox artıbsa deməli burada vurmadı. 3-ü neçəyə vursaq 21 edir. 7-yə. 6-nı da 7-yə vuranda 42 eləyir. 4-ü 7-yə vuranda 28 eləyir. Deməli 5-i də 7-yə vuranda uşaqlar neçə eləyəcək? 35. Cəbənd. Sual işarəsini müəyyən edin. 8-ci sual. 2, 6, 16, 8 olub 32. Gəlin bunların hamısını toplayaq. 2 ilə 6 eləyir 8. 8 ilə 8 eləyir 16. 16 ilə də 16 eləyir 32. Aha, deməli bunların hamısının cəmi 32 elədi. Yəni məntiqimiz nədir? Toplama. İndi öbürsünə də yoxlamalıyıq. 32 ilə 8 40. 40-ın üstünə 16 56. 56 üstünə də 3 59. Bu da uyğun gəldi. İndi 7 ilə 14 21. 21 ilə 28 eləyir neçə? 49. Və 49 neçə olub? 73. Nə çatmır? Həmin o çatmayanı tapmalıyıq. Məchul toplananı tapmaq üçün cəmlə məlum toplananı çıxırıq. 3-dən 9 çıxmaq olmur. Pay götürdük, pay verdik. 13-dən 9 4, 6-dan da 4 2. Cavab A bəndi 24. Devam. 8, 9 olub 15. 7, 7 olub 12. 14, 16 neçə olacaq? 8-in 9-u toplasaq nə edir? 17. İkisini çıxsaq 15 qalır. Düzdür. 7-ni deməli buna topladıq. 7 ilə 7-ni toplasaq nə edir? 14. Oradan da ikisini çıxsaq qalır 12. 14 ilə 16-nı toplasaq nə edir? 30. İkisini çıxanda nə qalacaq uşaqlar? 28. Sonuncu sualımız və bugünün də sonuncu sualı. Deməli biz demişik, belə olanda ya addım-addım getməliyik, ya da qarşı-qarşıya getməliyik. Addım-addımda deyək ki, çıx 5, üstə 3, çıx 12. Heç uyğun deyil. Yəni ardıcıllıq gözlənilmir. Ona görə qarşı-qarşıya baxaq. Buradakı məntiqi deyirəm sizə. 20 ilə 10 neçə eləyir? 30. 15 ilə 15 neçə eləyir? 30. 12 ilə 18 neçə eləyir? 30. Deməli, qarşı tərəflərin cəmi 30-dur. Onda bu da 30 olacaq. 30-dan məchul toplananı tapmaq üçün nə edirik? 30-dan 6-nı çıxırıq. 30-dan da 6 çıxanda uşaqlar neçə qalır? 24. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm başa düşdük. Nəyi başa düşmədik soruşun. Şərh bölməsində qeyd edin. Dərsi də bəyəndiysə like etməyi unutmayın.